Salam, mən bugün Kəmalə Günəşli haqqında danışmaq istəyirdim. Mənim hal-hazırda çox əsəblərimi oynatdı bu vəziyyət ümumiyyətcə. İndi siz danışanda başa düşəcəksiniz niyə. Gənc nəsil məcburdur Cavan Zeynallıya baxmağa. Mənim sualıma cavab verilən kişinin oğlu. 20 yaşında, 15 yaşında uşaq tanımır Cavan Zeynallını. 90 yaşında Cavan Zeynallı oturtduğumuzu əsə oturub orada heç bilmir nə danışır, nə oxuyur. 20 ilin lentini Cavan Zeynallı o gün gəlib efirdə oxuyur kişi. Birinci bunu buradan qeyd eləmək istəyirəm ki, Kəmalə xanım tək görməyin, zəhmət olmasa Cavan Zeynallını. Çünki Cavan Zeynallı mənim ata tərəfdən belə deyə qohumumdur. Və onun arxasında heç kim yoxdur deyə Kəmalə xanım bilməyib kimə ilişsin, Cavan Zeynallı ilişib. Nə işdir? Bax buna ilişmədi, ona ilişmədi, ilişdi Cavan Zeynallıya. Elə şey olar. Arxasıca, bu boyda düzəldilmiş arxasıca oynayan sizsiz. Yaxşı. Mən nə videolar çəkirəm, mən rahat həyat yaşayanam. O heç. Məsələn, mən hal-hazırda da ailəmlə, ata tərəfimdən, ailəmlə belə danışmıram. Ümumiyyətlə qohum əqrəbələrimlə danışmıram. Çünki mən hal-hazırda blogerlik eləyirəm demə. Ona görə mən də boynuma alıram ki, mən çox rahat həyat tərzi yaşayıram demə. Onlar da onu götürmürlər. Ona görə də əlaqəmi qırmışam ümumiyyətcə. Amma bir insanı tək görüb onu təkləmək nə deməkdir? Bir də siz bunu mənə başa salın da, zəhmət olmasa. Bir insanı əzmək, bilirsən ki, bunun arxasında heç kim yoxdur. Bu nə deməkdir ümumiyyətcə? Düzün desəm, Cavan Zeynallının qəti xəbəri yoxdur ki, mən onun qohumam. Çünki bunu mənə o vaxt atam demişdi ki, bizim çerez qohumumuzu fikir versə, familiyamız da bizim eynidir. Mən də Zeynallıyam. Niyə Kəmalə xanım var tez olaq deyənlə də, yəni bunu niyə məhkəmə qarşısına çıxardıb bunları cəzalandırmırlar? Mən buradan üzümü tuturam adiyyatı qurumlara və deyirəm ki, bunu, yəni heç olmasa ştraf eləyin. Heç olmasa deyirəm. Çünki bu insanlar, zəif insanlar gördükdə əzirlər və bilmirlər ki, bu insanın arxasında kim var. Mən demirəm onun arxalıq eləyirəm. Amma bir insan zəifdirsə, onu əzmək düzgün deyil. Yeşə çamadanlı. Mənim oğlum ona baxmalıdır. Baxmasın sənin oğlun. Sənin oğlu tutub 30 vurubla ki, sənin oğlun baxsın. Mən demirəm, bax, Cavan Zeynallı gözəl sənətkardır, dahi musiqiçidir, savadlıdır. Ancaq nə məcburdur, siz onu əsə çağırıb oturtmuşsunuz efirdə. Gənc nəsil məcburdur Cavan Zeynallıya baxmağa. Mənim sualıma cavab verilən kişinin oğlu. 20 yaşında, 15 yaşında uşaq tanımır Cavan Zeynallını. 90 yaşında Cavan Zeynallını oturtmuşsunuz, əsə oturub orada heç bilmir nə danışır, nə oxuyur. 20 ilin lentini Cavan Zeynallı o gün gəlib efirdə oxuyur kişinin oğlu. Bəs süründə bu qədər də olmaz axı. Sən də Cavan Zeynallını tanıyırsan? Sən tanıyırsan, mənim uşağımı tanımır onu. Çünki 90 yaşı var. 20 ilin zapisini o gün Cavan Zeynallı çıxıb efirdə oxuyur. İndi nəsil baxmıraq, həqiqətən baxmıraq. Ay kişinin qızı, 20 ilin zapisini Cavan Zeynallı o gün efirdə oxuyur. İstəməyə haqqında onları görürəm. Səhv danışıram, nə səhv danışırsan. Ay kişi oturub evində zorla məcbur edirsən, gəl. Kişi əsəsə xas ilə gəlib efirə. 20 ilin zapisi ilə. O gün də biri var idi, əsəsə gəl, o arvad. Belə şey olar. Adını da bilmirəm. Yaxşı demirsiniz şeydir. Nə lap əladır, nə lap yaxşıdır. Valla sən qorxundan deyirsən. Mənə ki bu dastanon olur, düzünü dilə. Buna görə sən heç kim öldürməyəcək. Düzünü demək lazımdır. Səhv danışıram, ay kişinin oğlu. Da bu qədər də yox da 90 yaşında kişini çağırmışsan ki, karfeylər göyə qayıdır. Da belə yox da əs. Peki yazığın təziyi var, təziyi düşücü, yıxılıb qalıcı orada. Mən demirəm, mənim hörmətim var o insana, pis yozmayın, çox xahiş edirəm. Skrin eləyib paylaşanda da pis paylaşmayın. Cavan Zeynallı gözəl sənətkar olub, dahi insandır, savadlı insandır, ziyalı insandır. Amma ta indi yox. İndi yox, onun vaxtı gedib. 20 ilin lentini çıxıb efirdə oxumaq nə deməkdir? Netdə cızıldayır, bızıldayır, xırıldayır, quraqvalda olsun. Netdən də ki, əsər əlamət qalmayıb. Efir təzələşməyib, efir köhnəlib əksinə.
90 yaşında kişini deyir ki efir almayacaqdır. Elə efir təzələnir. 90 yaşında kişini çağırıb oturturmuşsunuz efirdə. Deyirsiniz efir təzələnib. Burada efir köhnəlib. 90-a yaxın 70-ci illərə qaldı. Xəbəriniz var?